21-ci testdə düzgün isimləri istəyir bizdən. Dormitory, alley, diary, activity, tray, railway isimlərinə baxacağıq. Və fikir verdiyimiz kimi hər bir ismin sonu Y hərfi ilə bitib. Y hərfindən əvvəl samit gələrsə, cəmdə Y hərfi, yəni Y hərfi düşür. İsmin sonuna yes əlavə olunur. Yox, əgər Y hərfindən əvvəl sait gələrsə, Y olduğu kimi qalır. İsmin sonuna sadəcə S əlavə etməliyik. Yəni, düzgün cəmdə olan isimləri seçməliyik burada. Dormitory ingilis dilində yataqxana deməkdir. Alley sözü xiyaban deməkdir. Diary gündəlik deməkdir. Activity fəaliyyət deməkdir. Tray sözü padnus deməkdir. Railway dəmir yolu deməkdir. Yəni tərcümə ilə. İndi dormitoriya baxaq. Y-dan əvvəl samit gəlib, amma sonunda sadəcə S var. Bizə isə ES lazımdır. Ona görə biri variantlardan çıxırıq. C variantı gedir. Alley sözü doğrudur. Alley bayaq dediyimiz kimi xiyaban deməkdir və Y-dan əvvəl sait gəlib, sonunda S var. 2 doğrudur. Diary sözü gündəlik deməkdir. Y-dan əvvəl samit gəlib, amma sonunda S var. 3-ü də variantlardan çıxırıq. B variantı, A variantı gedir. Və 2 doğru cavabımızdırsa, elə cavabımız 2, 5, 6 olacaq. Yenə də baxaq. Activity sözündə də səhvlik var. Y-dan əvvəl samit olmasına baxmayaraq, sonunda S var. Qalır 2, 5, 6. Cavabımız olur D variantı. 22-də düzgün variantı istəyir. Waterfall ingiliscə şəlalə deməkdir. Şəlalələr cəmdədir, baxırıq. Və boşluqdan sonra isim cəmdədirsə, işarə əvəzliyi də cəmdə olmalıdır. Ona görə uyğunsuz A variantı, C variantı bu variantları çıxırıq. Qalır Zeyas. Zeyas onlarınki deməkdir. Yəni Zeyasdan sonra birbaşa isim gəlməz. B variantını ona görə çıxırıq. D və E variantlarında Zeus və Zeus hər ikisi uyğun gəlir. Amma burada bir məsələ var. O və Zeya. O və Zeya orada deməkdir. Orada deməkdirsə, deməli uzağı göstərən işarə əvəzliyi və cəmdə olan işarə əvəzliyimiz lazımdır. Ona görə Zeus olacaq D variantı. 23-ə baxırıq. Burada düzgün personal pronoun əvəzlikləri, yəni və yaxud da refleksiv pronoun istəyir. He looked at himself in the mirror verə bilərik. He, himself, o güzgüdə özünə baxdı. Bəli, bir doğrudur. They looked at ourselves olmaz. Yəni onlar güzgüdə bizim özümüzə baxdılar olmaz. They isə themselves olardı. İkini variantlardan çıxaraq. Və we themselves də düzgün gəlməz. We verirsə ourselves verməli idi. Üçü də variantdan çıxaraq qalır 1 və 4. Cavabımız olur E variantı. She, herself bəli olar. 24-cü testə baxırıq. Düzgün yəlik hal istəyir bizdən. The senator's offer was firmly rejected deyir. Baxın, boşluqdan, yəni apostrof S-dən sonra isim var və həmçinin cümlənin özünün də xəbəri var. Deməli, birinci cümləmizdə doğrudur yəlik hal. The senator's offer deməli doğrudur. Biri götürürük. 2-də baxaq, Jadis got. Əgər got ifadəsi varsa, bu artıq has gotun qısaldılmış formasıdır. 2-ni çıxırıq. 3-ə baxırıq. Let's ifadəsi ümumiyyətlə yəlik hal deyil. Ona görə bu gəlin mənasında işlənən bir ifadədir. 4-də isə I don't know Eric Blair's pen name. Bəli, apostrof S-dən sonra isim gəlib. Cavabımız olur 1 və 4 A variantı. 25-də düzgün variantı istəyir. A chemical pollution, an unnecessary violence, a shallow valley, a stone wall. Baxaq. Deməli, pollution çirklənmədir. Kimyəvi çirklənmə deyəndə, ümumiyyətlə pollution sayılmayan isimdirsə, onun qarşısına biz artikel verə bilmərik qəti surətdə. Biri variantlardan çıxaraq. Baxın, bir səhvi tapdıq, 3 variantımız getdi. An unnecessary violence deyirəmsə, violence da burada, violence ümumiyyətlə zorakılıq deməkdir, şiddət deməkdir. Ona görə o da sayılmayan bir isimdir. Yəni, ikini də variantlardan çıxarıq biz. Qalır 3 və 4. A shallow valley, valley sözü burada dərə deməkdir, sayıla bilən isimdir. Wall da daş deməkdir. Wall, ümumiyyətlə wall üzr istəyirəm, daşı divar deməkdir. Daş divar deyə bilərik, amma stone wall deyə bilərik. Yəni hər ikisi sayılır. 3 və 4 cavabımız olacaq A variantı.
26. Possessive case yenə yəlik hal istəyir bizdən. Baxın, children's bu kökündən dəyişən cəm isimlər yəlik halı apostrof s-lə olar. S apostrofla olmaz. Biri variantlardan çıxırıq. A, D. Bu variantlar gedir. 2-yə baxırıq. There is some English blood on his father's side. Onun atasına tərəf, məsəl üçün deyirəmsə, father's side ola bilər. Bəli, bu yəlik haldır. Çünki side burada tərəf mənasında işlənir. 3-cü cümləmizdə he didn't receive the cashier's check. Baxın, apostrof s-dən sonra isim var. Yəni o kassirin çekini qəbul etmədi deyir, götürmədi deyir. Bəli, burada da yəlik hal var. 4-ə baxaq. Today. Baxın, today'dir, tomorrow'dur və yaxud da yesterday kimi zaman zərflərinin yəlik halı apostrof s-lə düzələr. S apostrofla yox. Cavabımız olacaq 2 və 4 C variantı. 27-yə baxırıq. Düzgün əvəzlikləri istəyir bizdən. Difficult çətin deməkdir, bəli, sifətdir. Aircraft təyyarə deməkdir. Airplane, aircraft bunlar təyyarə deməkdir. İkinci variantlardan çıxırıq. A variantı, B variantı və C variantı gedir. Grateful minnətdar olmaq və yaxud da minnətdar deməkdir, həmçinin qədir bilən mənasında işlənir. Bunu da götürə bilərik. Performans isə performans, iştirak kimi işlənir, yəni isim kimi işlənir. Cavabımız olur 1 və 3 D variantı. 28-ə baxaq. Deməli, boşluqdan sonra fault sözü var. Bu isimdir. Səhv deməkdir. It is nobody fault, my fault, nobody's və yaxud da mine fault hər hansı bir işlənməlidir. It is nobody fault olmaz. Yəni bu heç kimin səhvi deyirəmsə, törəmə əvəzliklərinin yəlik halı apostrof s-lə olar. Bir səhvdir. Ona görə cavabımız E, D variantlarını və C variantlarını çıxırıq. Qalır my fault, it is my fault, bəli deyə bilərik. Bu mənim səhvimdir deyə bilərik. Bu heç kimin səhvi deyil. Nobody's. Baxın, burada var artıq apostrof s. Amma mine fault deyə bilmərik. Çünki mənimki səhv olmaz. Cavabımız olur 2 və 3 A variantı. 29-a baxırıq. Düzgün variant istəyir. Yenə at Mr. Brown's concert istəyirəmsə, cənab Brown'un konsertləri xüsusi isimlərin yəlik halı apostrof s-lə düzəlir. 1 doğrudur. Kökündən dəyişən cəm isimlərin yəlik halı apostrof s-lə düzələr. Burada isə s apostrofdur. 2-ni çıxırıq. John'un tort evində deyirəmsə, bəli, burada apostrof s doğru verilib. 3-ü də götürürəm. 4-də isə Smithlərin deməli kitchen garden deməli bağ mətbəxindən söhbət gedir. Ona görə burada yəlik hal düzgün verilməyib, apostrof s verib. S apostrof olmalı idi. Çünki Smithlər ailəsindən söhbət gedir artıq burada. Cavabımız olur 1 və 3 B variantı. 30-da isə düzgün isimləri istəyir bizdən. Burada yəni bəzən şagirdlər çaşır, yalnız cəm isim axtarır və yaxud da tək isim axtarır. Sadəcə isim istəyir bizdən. Noun. Baxırıq, garage, qaraj deməkdir. Gardener, bağban deməkdir. İsimdir 1-3. Cavabımız olacaq A variantı. Digərlərində gloomy, tutqun deməkdir. Bu sifətdir. Glorious sözü isə nə mənada? Şərəfli mənasında işlənər. Bu isə yenə sifətdir. Cavabımız olur 1-3 A variantı.